Etirazlardan sonra Ayıq Sürücü filmində dəyişikliklər edilib. Ekran işində Bakının Xəzər rayonu Buzovna qəsəbəsinin adı çıxarılıb və yeni versiyası yayımlanıb. News 24 xəbər verir ki, bunu teleqrafa açıqlamasında filmin ssenari müəllifi Əli Ucal deyib. Onun sözlərinə görə Ayıq Sürücünü çəkərkən kimsə təhqir etmək niyyətləri olmayıb. Amma oradakı bəzi fikirlər Buzovna sakinlərinin narazılığına səbəb olub. Ucal bildirib ki, film ərsəyə gətirən heyət təhqir edilib, təhdidlərlə üzləşiblər. Ötən gün axşam saatlarında Köroğlu metrosunun qarşısında filmdə iştirak edən iki aktyora hücum olunub. Bir qrup şəxs onların yolunu kəsərək filmdə Buzovna qəsəbəsinin, xüsusilə də orada yaşayan qadınların təhqir olunduğunu iddia ediblər. Siz bizi, qəsəbəmizi və qadınlarımızı təhqir etmişsiniz. Buna görə cavab verəcəksiniz deyə onları təhdid ediblər. Yaxınlıqda olan vətəndaşların müdaxiləsi nəticəsində hadisənin böyüməsinin qarşısı alınıb və aktyorlar hadisə yerindən uzaqlaşdırılıb. Bu insidentdən sonra aktyorlar həyatlarını qorumaq və təhlükəsiz məqsədilə xarici görünüşlərini dəyişdiriblər, bığ və saqqallarını qırxıblar deyə o bildirib.